Salam əziz şagirdlər. Valideyniniz filan ixtisas yaxşıdır deyir, dostunuz və ya sinif yoldaşınız başqa bir qrupa yönəlir. Siz isə hələ də qərarsızsınız. Gəlin bu gün bu məsələyə son nöqtəni qoyaq. Hansı şagird hansı qrupu seçməlidir sualını cavablandırmağa çalışaq. Birinci qrup. Əgər rəqəmlərlə aran yaxşıdırsa, məntiq məsələlərini sevirsənsə, fizika və riyaziyyatda çətinlik çəkmirsənsə, mühəndislik və ya memarlıq kimi xəyalların varsa, o zaman birinci qrupu seçməlisən. İkinci qrup. Əgər tarixi sevirsənsə və eyni zamanda riyaziyyatdan da tam qopmaq istəmirsənsə, maliyyə, biznes, menecment sahəsində özünü görmək istəyirsənsə, bu zaman seçimini ikinci qrupdan yana etməlisən. Üçüncü qrup. Ədəbiyyatı sevir, mütaliə etməkdən zövq alırsansa, xarici dilləri öyrənməyə böyük həvəsin varsa, hüquqşünas, jurnalist və ya müəllim olmaq arzusundasansa, üçüncü qrup tam sənlik. Dördüncü qrup. Biologiya və kimya sənin maraq dairəndədirsə, insan anatomiyası, təbiət elmləri səni özünə cəlb edirsə və ən əsası həkim olmaq əzmindəsənsə, dördüncü qrupu seçməlisən. Beşinci qrup. Əgər yaradıcı ruhdasansa, idmana, musiqiyə, rəssamlığa və ya aktyorluq sənətinə böyük marağın və istedadın varsa, sənətin istənilən sahəsində özünü görmək istəyirsənsə, 5-ci qrup tam sənlikdir. Və uşaqlar, unutmayın, qrup seçərkən balı aşağıdır və ya moddadır deyə yox. Sən hansı fənləri daha yaxşı qavrayırsan və ya gələcəkdə hansı peşədə özünü xoşbəxt görəcəksən, buna əsaslanmalısan. Və ən sonda, sən hansı qrupu seçmirsən və ya tərəddüd edirsən, qərarsızsan, fikirlərini rəy bölməsinə yaz, müzakirə edək. Sağ ol.